Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri 4-cü sinif şagirdləri. Mən Araz müəllim bu gün sizlərlə Qazax Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə keçirdiyi 4-cü siniflər üçün monitorinq riyaziyyat suallarının həllərinin izahını paylaşacağam. Uşaqlar, video başlamazdan əvvəl videonu bəyənib kanala abunə olmağı unutmayın. Birinci suala başlayırıq. Birinci sualda nə deyir? Verilmiş ədədlərdən hansıdır 444-dən böyük, 455-dən kiçikdir? Bunu bu şəkildə yaza bilərik. Yəni, variantlardan hansında 444-dən böyük, 455-dən isə kiçik olsun? A variantında 420 göstərilmişdir. Uşaqlar, biz 420 yazsaq bura. 420 444-dən böyük olmadığına görə A variantı deyil. B variantına baxsaq 450. Uşaqlar, 450 həqiqətən də 444-dən böyük, 455-dən isə kiçikdir. Ona görə cavab B variantı. Birinci sualın cavabı B-dir. İkinci suala baxırıq. Deyir, 5 yüzlük, 1 onluğuz və 8 təhliyi olsun. 5 dənə yüzlük, 1 dənə onluq, 8 dənə təhliyi olan ədəd 518-dir. Bu ədədi onluqlara qədər yuvarlaqlaşdıraq. Təhlik onluq 1-ə qədər yuvarlaqlaşdırıq. Yuvarlaşdırmanın tərifi necə idi? Deməli, qeyd etdiyimiz mərtəbə rəqəmindən sonraki ədəd, yəni söhbət uşaqlar 8-dən gedir. Əgər 8, 5, 6, 7, 8 və 9 olarsa, qeyd etdiyimiz rəqəm 1 vahid artır. Ona görə 1 vahid artıb, olar 52 və 8 də 0 ilə əvəz olunur. Cavab 520, yəni B variantı. Üçüncü suala baxırıq. Üçüncü sualda idmançı hər səhərdir 670 metr məsafə qaçır. O hər səhər təxminən neçə metr məsafə qaçar? Nə qədər məsafə qaçar deyir. Variantlara baxsaq görərik ki, uşaqlar, cavablar da hamısı yüzlüklərə qədər yuvarlaqlaşdırılmış. Gəlin biz də bunu yüzlüklərə qədər yuvarlaqlaşdıralım. Deməli, 6-dan sonraki ədəd 7 olduğuna görə biz 6-ya 1 vahid artırarıq. Onda olar 7 və 6-dan sonraki ədədlər də 0 ilə əvəz olunur. Yəni cavab C variantı. Növbəti suala baxırıq. 4-cü suala baxırıq. Uşaqlar, 4-cü sualda deyir, kuboidin üzvləri hansı fiqurdur? Uşaqlar, kuboid dedikdə sizin yerləşdiyiniz elə otağı da nəzərə ala bilərsiniz. Baxa bilərsiniz ki, otağın hər bir üzü düz bucaqlardan təşkil edilmişdir. Yəni cavab B variantı. 5-ci suala baxırıq uşaqlar. 5-ci sualda deyir 521 ədədindən hansı ədədi çıxsaq 250 alınar. Tənlik qurduq. Necə olur? Azalan, çıxılan fərq. Məhsul çıxılan tapmaq üçün azalandan fərqi, yəni 521-dən 250 çıxmalıyıq. X da bərabərdir 271. Yəni cavab B variantı. 6-cı suala baxalım uşaqlar. Yəni sizdə 36 yazılıb, amma normalda 6-cı sualdır. Nə deyir? 4, 8 və 2 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan ən böyük ədəd. Uşaqlar, ən böyük ədəd yaratmaq üçün biz rəqəmləri azalan sırada düzməliyik. Yəni 8, 42 bu ən böyükdür və ən kiçik deyirsə rəqəmləri artan sırada 248. Bu ədədlərin fərqini tapmaq lazımdır deyir. 842-dən 248-i çıxarın. 2-dən 8 çıxmaq olmur, 1 onluq verir. 12-dən 8 çıxsaq 4, burada qalar 3, 3-dən 4 çıxmaq olmur, 1 onluq versək 13-dən 4 çıxsaq 9, 7-dən 2 çıxsaq 5. Yəni 594. Yəni cavab B variantı. 37-yə baxır uşaqlar. 37-də deyir, düzgün həlli göstərin. Deməli, A variantında deyir ki, 6 vurulmuş 73 bərabərdir 428. Baxan görək, 6-yı 73-ə vursaq uşaqlar. Deməli, 6 dəfə 3, 18, 8 edək 1 yadda, 6 dəfə 7, 42, 1 də yadda 43. Amma burada 428 deyir. Deməli, A variantı yanlışdır.
B variantını yoxlayalım. 912 6'ya böldükdə deyir 152 eləyər. Gəlin böləyim. 912 6'ya bölək. 9'un içərisində 6 bir dəfə. 9'dan 6 çıxsaq 3. 1'i endirsək 31'in içərisində 6 5 dəfə. 5 dəfə 6 30. 1 çıxsaq 1 eləyər. 2 endirsək 12'də də 6 2 dəfə. Yəni 152. Bəli, cavab uşaqlar doğrudur. Yəni B variantı. Növbəti suala baxırıq. Məhsul ədədi tapın. Tənlik uşaqlar. X çıxaq 133 bərabərdir 184. Azalan, çıxılan fərq. Məhsul azalanı tapmaq üçün fərqlə çıxılanı toplamaq lazımdır. X də bərabərdir 7. Demək 8-dən 3'ü toplasaq 11. 1 yazacaq 1 yadda. 1'ləri toplasaq 2. Bir də yadda 3. Yəni 317. Cavab olar D variantı. Növbəti suala baxırıq. 39-cu sualdır. 11792 kiçikdir A-dan. O da kiçikdir 11796. Şərtini ödəyən ədədlərin cəmini tapın. Burada A elə bir ədəd olmalıdır ki, uşaqlar 11792-dən böyük, lakin 11796-dan kiçik olmalıdır. Onda biz A'nın yerinə 11793 yaza bilərik. A'nın yerində 11794 yaza bilərik. 11795 yaza bilərik. Artıq 11796 yaza bilməyiz, çünki 11796-dan kiçik olmalıdır. Bizdə bunların cəmini tapın deyir. Alt-alta yazanı da toplayalım biz bu ifadələri. 11794, 11795 tərəf-tərəfə toplayalım. 3'ün üzərində 4 kəsək 7, üstə 5 kəsək 12, 2 yazaq 1 yadda. 9'u 3 dənə 9'u toplasaq 27, üstə 1 kəsək 28, 8 yazaq 2 yadda. 7'ləri toplasaq 3 dənə 7 toplasaq 21, üstə də 2 gəlsək 23, 3 yazaq yenə 2 yadda. 1'ləri toplasaq 3, 2 də yadda 5. 1'ləri toplasaq 3, 35382. Yəni cavab A variantı. 40-cı suala baxırıq. Yəni 10-cu sualdır normalda. Yüzüklərə doğru yuvarlaqlaşdırılan variantı seçin. Deməli, baxırıq uşaqlar. 326 üstə ilə 1299'un cavabı eləyib A variantında 1625. Bu yüzlüklərə qədər yuvarlaşdırdıqda uşaqlar. Yüzlük burada 6'dır. Altdan sonraki ədədlər 0 ilə əvəz edilir. Altdan sonra girən ilk rəqəm 2 olduğuna görə 6 dəyişmir olduğu kimi qalır 1600. Deməli A variantı doğru deyil. B variantına baxaq. 75118'i yuvarlaqlaşdırmalıyıq yüzlüklərə qədər. Birdən sonraki 2 rəqəm 0 olur və bu yüzlükdən sonra gələn bu 1 olduğuna görə uşaqlar 1 dəyişmir və qarşıdakı 75 olduğu kimi. Bəli uşaqlar, göründüyü kimi cavab B variantı doğrudur. Növbəti suala baxırıq. A üstə gələk 2140 kiçikdir 4126 çıxaq 1970'dən. A üstə gələk 2140'ı saxlayaq əvvəlcə. Əvvəlcə uşaqlar bu iki ifadəni çıxaq və cavabı yazaq. Deməli 4126'dan 1970'i çıxırıq. Altdan 0 çıxanda 6, 12'dən 7 çıxsaq 5, burada 0 qalmışdı. 0'dan 9 çıxmalı. Bir onluq versək 10'dan 9 çıxsaq 1, 3 qalmışdı. 3'dən 1 çıxsaq 2. 2156. İndi biz buradan A'nı tapsaq, yəni 2156'dan çıxmalıyıq 2140'ı tənli kimi elədik. A da kiçikdir. Bunu da çıxsaq 2140'ı çıxarın uşaqlar. Altdan 0 çıxdıqda 6, 5'dən 4 çıxdıqda 1, cavab eləyər 16. A kiçik 16'dan aldıq. 16'dan kiçik olan ədədlər 15 ola bilər, 14, 13, 12. Bunların içərisində ən böyüyünü soruşur. Cavab 15, yəni A variantı.
Növbəti suala baxırıq. Uşaqlar, sırada verilmiş ədədlərdən neçəsi minliklərə qədər yuvarlaqlaşdırıldıqda 2000 anlar. 1941-i götürək. Minliklərə təhlil olunluq, yüzlük, minlik uşaqlar. Birdən sonraki ədəd 9 olduğuna görə 1 vahid artar və arxasındakı 3 ədəd isə 0 olar. Deməli, biri budur. Qeyd elədik. İkinciyə baxaq. 1111 minliklərə qədər, yəni təhlil olunluq, yüzlük, minlik buradır. Birdən sonrakılar 1 olduğuna görə 1 olduğu kimi qalır və sonraki ədədlər 0 oldu. Deməli, bu doğru deyil. 1399-u yuvarlaqlaşdırsaq minliyə qədər, yəni 1-dən sonraki ədəd 3 olduğuna görə 1 olduğu kimi qalır, 1000 eləyir. Bu da bizə lazım deyil. 1531-ə baxırıq. Minlikdən sonra, birdən sonraki ədəd 5 olduğunca 1 vahid artar, 2000 olar. Deməli, biri də budur. Sonra 1449-u minliyə qədər yuvarlaşdıqda birdən sonraki ədəd 4 olduğuna görə 1 dəyişmir. Bu da deyil. Sonra 1793-ü minliyə qədər yuvarlaşdıqda birdən sonraki ədəd 7 olduğuna görə 1 vahid artır, 2000 olur. Bir də uşaqlar budur. Bir də 1231-i yuvarlaqlaşdırsaq, bu da 1000 eləyər, bu da deyil. Deməli, neçəsi oldu uşaqlar? 3 dənəsi. Yəni cavab C variantı. Deməli uşaqlar, biz baxırıq növbəti suala, 43-cü suala. Deməli deyir ki, verilmiş ədədlərin artan sıra ilə düzülüşünü düzgün göstərən variant hansı? Artan sıra deyirsə, kiçikdən böyüyə düzməliyik. Baxırıq ki, buradakı ən kiçik ədəd 3458-dir. Yazaq 3458. Sonra növbəti 4 rəqəmə də orada 3976-dır. 3976. Sonra uşaqlar 44751. Növbəti 79332. Sonra 48000. Demək 481583. Bir də 791332. Deməli, cavab onda uyğun gələr C variantı. Növbəti suala baxırıq. 44-cü suala baxırıq. 44-də verilmiş ədədlərin azalan sırası ilə düzülüşünü düzgün göstərən variant hansı? Şöyle bu dəfə azalan sıra sorulur. Azalan sıra deyirsə, ən böyükdən kiçiyə doğru. Burada ən böyük ədəd baxırıq ki, 789654-dür. 789654. Sonra 123456. Ondan kiçikdir 49765. 32899. 5678 və 1205. Yəni cavab A variantı. 45-ci suala baxırıq. 45-də deyir ki, uşaqlar, mağazada 350 kiloqram un, deməli bizdə un 350 kiloqramdır. Bundan 90 kiloqram çox şəkər satıldı. Demək, şəkər yazaq. Şəkər bundan 90 kiloqram çox, yəni 350 üstə gələk 90. Çox dediyincə topluq eləyir 440 kiloqram. Neçə kiloqram şəkər satıldı deyir. Şöyle cavab 440 kiloqram, yəni A variantı. 46-cı suala baxırıq. 72 ədədinin deyir 8-də 3 hissəsi neçə edir? 72-nin 8-də 3 hissəsi. Ədədin hissəsini tapmaq üçün ədədi kəsrin məxrəcindəki ədədə bölürük. Alınan cavabı da vururuq sürətdəki 3-ə. Deməli, 72-yi 8-ə bölsək 9, 9-u da 3-ə vursaq
27 eder. Yəni cavab B variantı. Növbəti suala baxaq. Bir ailənin yığımı 410 manat. Deməli yığımı 410 manat. Xərci isə 380 manatdır. Ailənin gəlirini soruşursa biz bunları toplamalıyıq. Biz bunları toplasaq 410 ilə 380'i toplasaq, sıfırları toplasaq 0, 1 ilə 8 toplasaq 9, 4 ilə toplasaq 7. Cavab 790. Yəni C variantı. 48'ə baxırıq. Doğru variantı seçin. A variantında deyir ki 10 desimetr 10 santimetrdir deyir. Şöyle biz bilirik ki 1 desimetr 10 santimetre bərabərdir. Onda 10 desimetrimizi santimetre çevirmək üçün onu vurarıq ona. Cavab 100 santimetre etməlidir. Deməli A variantı yanlışdır. B variantına baxaq. 3 metr 3000 santimetrdir yazılıb. 1 metr yadda saxlamaq lazımdır ki 100 santimetre bərabərdir. Onda biz 3 metri santimetre çevirmək üçün 3'ü vurmalıyıq 100'ə. 300 santimetre etməlidir. Deməli B variantı da yanlışdır. C variantı 17 desimetr 107 santimetre bərabərdir deyir. 1 desimetrimiz yadda saxlamaq lazımdır ki 10 santimetre bərabərdir. Onda 17'yi 10'a vursaq 170 santimetre etməlidir. Bu da səhvdir. D variantına baxırıq. 3 metr 4 desimetr bərabərdir 340 santimetre. Az öncə qeyd etdik ki, baxın 1 metrimiz 100 santimetrdir. Onda 3'ü vurarıq 100'ə, 3 metr olduğuna görə. Üstə gələrik, 4'ü də vurarıq, 1 desimetrimiz 10 santimetre olduğuna görə 10'a. 300 üstə ilə 40, əvvəlcə vurmaları yerinə yetiririk. Cavab 340 santimetr. Yəni cavab D variantı. 49-cu suala baxalım. 32 bölək 8 üstə gələk 9 vuraq 6. Biz bilirik ki, əvvəlcə bölmə və vurma ardıcılığı ilə həll edilir. 32 8'ə bölsək 4, üstə gələk 9 6'ya vursaq 54. Bunları toplasaq cavab 58 ilə. Yəni cavab C variantı. 50'yə baxan uşaqlar. Qalıqlı bölmə zamanı bölən 8, yəni x bölək 8, natamam qismət 6. Onda bizim qalığımız da olar. Misal üçün B. Yazaq qalıq B. Belə yazaq. Biz qalıqlı bölmədə bölünəni tapmaq üçün böləni natamam qismətə vurub qalığı üzərinə gəlməliyik. X bərabərdir 48 üstəlik B. Bizə deyir ki, bölünən, yəni x ən çox neçə ola bilər? Biz uşaqlar burada B-yə neçə verə bilərik? Bir şey yadda saxlamaq lazımdır ki, qalıq, yəni B, böləndən həmişə kiçik olmalıdır. 8'dən kiçik olmalıdır. Onda B bizdə 7, 6, 5, 4, 3, 2, 1 olmalıdır. Biz bu ədədlərdən hansını burada B-nin yerinə qoysaq x daha böyük olar? Təbii ki 7. 48 üstəlik 7. Cavab da 55 eləyər. Yəni C variantı. 51'ə baxırıq. A bərabərdir. Deməli 50.000 üstəlik 3.000 üstəlik 40 üstəlik 4. B bərabərdir 60.000 üstəlik 800 üstəlik 30 üstəlik 6. Bizdən A üstəlik B cəmini soruşur. Biz 50.000 üzərinə 3.000 gəlsək 53.000 eləyər. Üstəlik 44 gəlsək, bu ikisi də 44'dür. 53.000 44. 60.000'in üzərinə 836 gələrik.
60.000 üstə də 836 gəlsə 60.836. Bu iki ədədi də toplasaq, yəni bizə artıq A boyu 53.044'dür. B isə 60.836'dır. 6'ın üzerine 4 gəlsək 10, 0 yazaq 1 yadda, 4'ün üstə 3 gəlsək 7, 1 yadda 8. 8'den 0 toplasaq 8, 3, 11. Cavab 11.000, üzr istəyirəm, 113.880. Yəni cavab C variantı. 52-ci suala baxırıq. Şahmat yarışında uşaqlar 3 sıraya düzüldülər. Uşaqlar hər sırada da 6 uşaq oldu. Deməli 3 sıra olsun. Baxın uşaqlar. Deməli birinci sırada 6 uşaq. 1, 2, 3, 4, 5, 6. İkinci sırada da 6 uşaq. Üçüncü sırada da yine 6 uşaq oldu. Yarışda neçə uşaq iştirak etdi? Bu cür saya da bilərsiniz. Yaxud da hər sırada 6 uşaq varsa 6, 3 sıra olduğuna görə 6 ilə 3'ə vurarıq 18. Yəni cavab B variantı. Növbəti suala baxırıq. 53-cü suala. Doğru müqayisəni göstərin. A variantı. 36.453 364.567. Deyir bu bundan böyükdür. 567 belədir sual. Şöyle baxın burada 5 rəqəm var. Burada isə 6 rəqəm var. Biz bilirik ki 6 rəqəmli ədədlər 5 rəqəmli ədədlərin hər birinə böyükdür. Ona görə bu yanlışdır. B variantına baxaq. 234.561 234.561 bərabərdir. Bəli, şöyle düz deyir. Doğru budur. C variantına baxaq. 90.876 90.786'dan deyir kiçikdir. Xeyr, bunlar əslində bərabərdirlər görürük. D variantı 3.450.678 999.999'dan deyir kiçikdir. Xeyr, burada 7 rəqəm var, burada isə 6 rəqəm var. 7 rəqəmli ədədlər 6 rəqəmli ədədlərdən böyükdür. Deməli doğru cavab B variantı. 54-cü suala baxın uşaqlar. Yer kürəsinin diametri 12.756 kilometrdir. Bu ədədi minliklərə qədər yuvarlaqlaşdırsaq, yer kürəsinin diametri təxminən neçə kilometr olar? Minliklərə qədər təxliq yoğunluq yüzlük minlik bura qədər. Biz bilirik ki, minlikdən sonraki ədəd 7 olduğuna görə, yəni 5'dən böyük olduğuna görə, 5 veya 5'dən böyük olduğuna görə 2 bir vahidi artar. 13 olar və arxasında 3 dənə 0 olar. Yəni 13.000. Yəni cavab D variantı. 54-cü suala baxın uşaqlar. Deyir 4, 9, 3, 5. Ədədlərin hər birindən yalnız bir dəfə istifadə etməklə yazılan ən böyük ədəd. Ən böyük ədəd dedikdə böyükdən kiçiyə doğru düzməli rəqəmləri. Ən böyük ədəd 9543'dür. Bir də deyir ən kiçik ədəd. Ən kiçik ədəd də bunun tərsi. Bu şəkildə. Bunların cəmini tapaq. 3'ün üstə 9 gəlsək 12, 2 yazaq 1 yadda, 4'ün üstə 5 gəlsək 9, bir də yadda 10, 0 yazaq 1 yadda. 4'ün üstə 5 gəlsək 9, bir də yadda 10, 0 yazaq 1 yadda. 9'dan 3 toplasaq 12, bir də yadda 13. 13.002. Yəni A variantı. 56-cı suala baxırıq uşaqlar. Nə deyir burada? 83.819 bərabərdir. 80.000 üstəlik 3.000 üstəlik 800 üstəlik kvadrat. Bir də burada 9 var. Nə deyir? Boş xanalara uyğun mərtəbə qiymətini yazın. Şöyle deməli 80.000 yazılıb. 3.000'lik yazılıb. 800 var. Burada 19 olmalıdır. 19'un da şöyle burada 10'luq mərtəbəsidir. Ona görə də mərtəbə qiymətini dediyinə görə bura 10 yazmalıyıq. Növbəti suala baxalım.
57'yə baxır uşaqlar. Deyir ki 28390 ədədində 9 ədədinin mərtəbə qiymətini tapın. Uşaqlar təhlil yoğunluq. Düzdür? Bunda mərtəbə qiyməti uşaqlar 90'dır. Növbəti suala baxırıq, 58-ci suala. 14967. Deyir, altına xətt çəkilmiş rəqəmin mərtəbə vahidini yazın. Təhlil yoğunluqca mərtəbə vahidi 10'luq olduğuna görə mərtəbə vahidi 10'dur. 59'a baxalım. Onluqlara qədər yuvarlaqlaşdıqda 50 alınan ən kiçik ədəd. Uşaqlar, yuvarlaqlaşdırdıqda onluqlara qədər 50 alınan ən kiçik ədəd 46'dır. Onluqlara qədər yuvarlaqlaşdırdıqda ən böyük alınan ədəd isə 54'dür. Çünki 46'yı da onluqlara qədər yuvarlaqlaşdırdıqda 50 eləyir. Hələ uşaqlar 46'dan kiçiyi də var. 45 olsa daha kiçik olar. Baxın, 45'i onluğa qədər yuvarlaşdırdıqda 50 eləyir. Çünki 4'dən sonraki ədəd 5 olduğuna görə bir onluq buna verdik. Burada da 54 də bunlardan ən böyüdür. Bunların da deyir cəmini tapın. 45 üstə gələk 54. Cavab deyir 99. 60'a baxırıq. Ədədinin deyir 253.545 ədədinin təkliklər sinifindəki rəqəmlərin cəmi isə təkliklər sinifi görə budur. Bu da miniklər sinifidir. Təkliklər sinifindəki rəqəmlərin cəmi şöyle. Təkliklər sinifindəki 5 rəqəmidir, 4 rəqəmidir, yenə 5 rəqəmidir. Toplasaq 14 eləyər. Yəni cavab 14.